Kubizmin atası, üsyankar rəssam Picasso'nun ən böyük daimi kolleksiyası bilirsiniz harda sərgilənir? Barselonanın düz ürəyində, Elborn rayonundakı Picasso muzeyində. Bəs 5 tarixi gotik saraydan ibarət bu kompleksdə hansı əsərlər nümayiş olunur? Rəssamın gənclik illərinə və erkən yaradıcılığına aid əsərləri, akademik dövrün işləri, atasının təsiri ilə çəkdiyi nümunələr, Katalon dövrünü əhatə edən rəsmləri, İspan rəssamı Diego Velázquez'in Meninlər seriyasına modern interpretasiyası, Bibisi olan bir adam kimi Picasso'nun bibisini də bəyəndim. keramika əsərləri, valideynləri, bibisi və ikinci həyat yoldaşı, ən böyük muzası Jacqueline'in tabloları.